1 aprel 2026-cı il NASA'nın Kennedy Kosmik Mərkəzindən nəhəng bir səs ucaldı. 8.8 milyon funt itələmə qüvvəsi ilə SLS raketi 4 astronavtu kosmosa fırlatdı. Sonuncu dəfə bu qədər uzağa gedən insanlar Apollon 17 heyəti idi 1972-ci ildə. Orion kosmik gəmisi heyət tərəfindən Integrity, yəni dürüstlük adlandırıldı. Gəminin daxilində Reid Wiseman, Victor Glover, Christina Koch və Kanadalı Jeremy Hansen var idi. Onlar 10 gün ərzində ayın ətrafında dövr edərək yerdən tam 406 min kilometr uzaqlaşdılar. Bu, Apollon 13-ün qırdığı məsafə rekordunu təzələyən yeni bir bəşəriyyət rekordudur. Həyat təminatı sistemləri ilk dəfə real insanlarla sınaqdan keçirildi. Manuel pilotaj icra olundu. Dərin kosmos radiasiyası araşdırıldı. Bəs bütün bunlar nə üçün? Çünki Artemis 3 missiyası insanları ayın səthinə endirəcək və bunun təhlükəsiz olması üçün Artemis 2-nin uğuru mütləq şərt idi. 10 aprel 2026-cı ildə Orion Sakit Okeana endi. Tam hədəf nöqtəsindən cəmi 4.5 kilometr uzaqda. Bəşəriyyət aya ayaq basmağa bir addım daha yaxınlaşdı. Növbəti addım Artemis 3 və bu dəfə səth. Artemis 3 haqqında maraqlanırsansa rəylərdə yaz.